Salam əziz şagirdlər, hər vaxtınız xeyir. Söz verdiyim kimi 9 Mart imtahanına bağlı öz təhlillərimi və qeydlərimi sizinlə bölüşəcəkdim və istədim ki, o videonu çəkim. Deməli, burada 9 Mart imtahanında nələr gözlənilir? Yəni 2 Mart imtahanında çıxardığımız dərslər nələrdir? Şagirdlərin gözündən baxsaq. Ən birinci sizə deyəcəyim məsələ vaxt bölgüsüdür. Mütləq şəkildə vaxt bölgüsünü düzgün bölmək lazımdır. Yəni əksər şagirdlərdən də soruşsaz, imtahan verənlərdən, əsas problem nə qədər desək də, bütün müəllimlər olaraq hər birimiz nə qədər desək də vaxt bölgüsünü düzgün eləyin, amma yenə də vaxt bölgüsü məsələsi problem olub bir çox şagirdlər üçün. Yəni kodlaşdırma mütləq yarım saat ayırın, 2 saat yarım qalır əlbəttə ki, kodlaşdırmaya ayırsaq. O 2 saat yarımı da 3 fənnə bölüşdürün. Yəni sizin o baxır hansı fəndə necə olmalınıza. Tutalım ingilis dilinə nə qədər vaxtınız gedir, o 2 saat yarımın o qədərini ingilis dilinə çıxın. Riyaziyyata nə qədər vaxtınız gedir, Azərbaycan dilinə nə qədər vaxtınız gedirsə, o qədərini çıxa bilərsiniz. Bu öz yerində. Deməli, ən birinci nüans vaxt bölgüsü məsələsidir. Burada diqqətli olun. Daha sonra sualı diqqətli oxuyun. Baxın, ən əsas həmişə cavablara fokuslanır şagirdlər, amma cavablara fokuslanmamışdan əvvəl ən birinci sualı fokuslanmaq lazımdır. Siz onsuz da sualı düzgün oxusaz, əgər sualı həqiqətən başa düşsəz, artıq cavab hazır olacaq. Ona görə də sualı əgər bir dəfə oxudunuz, başa düşmədisinizsə, bir də oxuyun ki, məzmununu tutasınız ki, sizdən nə istəyir. Nə istədiyini bilin, ondan sonra cavabları axtarın. Daha sonra digər bir problem isə şagirdlərin mətni ilişdiyi yerdə, məsələn tutalım bədii mətni işləyir, bədii mətndə hardasa ilişdi, artıq keçir o bir mətnə. O bir mətnə keçir, o bir mətni oxuyur, sonra qayıdır bunun açıq suallarına, sonra qayıdır o birisinin qapalılarına. Yəni mətni qarışdıranlar olmuşdu. Bunu ona qatanlar, onu buna qatanlar, belə də eləməyin. Yəni mətnin birindən işinizi qutarandan sonra o bir mətnə keçin. Və daha çox məsləhətdir ki, bədii mətnlə başlayasınız, amma yenə də bu sizə bağlıdır əslində. Bir də daha bir məsləhətim nədir? Sınaqlarda nəyə öyrəşmisinizsə, onu eləyin. Yəni siz orada yeni taktika yoxlamayın. Məsələn, həmişə riyaziyyatdan başlamısınızsa ya da həmişə ingilis dillə başlamısınızsa, Azərbaycan dillə başlamısınızsa fərqi yoxdur. İmtahanda da həmin qayda ilə gedin. Yəni orada yeni bir şey yoxlamayın. Çünki yeni bir şey yoxlayan şagirdlər normalda bunu əlinə üzünə bulaşdırır. Çünki ilk dəfə yoxladığı bir şeydir. Tutalım. Nəyi demək istəyirəm? Deyək ki, həmişə Azərbaycan ilə başlayıb, axıra riyaziyyatı saxlayıb, ortalarda da ingilis dilini yazan bir şagird düşünsək, həmişə buna öyrəşmiş bir şagird imtahanlarda, sınaq imtahanlarında yaxşı yazır. Qəbul imtahanında deyir ki, yox, YouTube-da görmüşdüm, birinci riyaziyyatdan başlayım görüm nə olur. O artıq onun üçün yenilikdir. Yeniliyi xahiş edirəm, imtahanda sınamayın. Yəni sınaqlarda necə sizə uyğun olubsa, necə onu öyrəşmişsinizsə, o şəkildə davam eləyin. Bu da daha bir məsələ. Daha sonra gəlirik əsas mövzumuza. Verdiyiniz suallara əsasən yenə deyirəm, imtahan səviyyəsi eyni olacaq. 2 Martda olduğu kimi asanlıq çətinlik səviyyəsi eyni gözlənilir. Bundan qəti şəkildə narahat olmayın. Bütün konspektlərinizi, qeydlərinizi təkrarlayın. İmtahandan bir gün əvvəldə bolca istirahət eləyin, təmiz hava alın. Sevdiyiniz mahnıya qulaq asın. Fərqi yoxdur, sevdiyiniz bir işlə məşğul ola bilərsiniz. Amma özünüzü yormamaq şərti ilə, beyninizi, xüsusilə zehninizi yormamaq şərti ilə, telefondan çox istifadə eləməmək şərtindən və imtahandan bir gün əvvəl, ümumiyyətlə bir həftə əvvəldən normal rejimlə yatmağınız da önəmlidir. Gec yatmayın, gecəyə qalmayın. 11-də yatmağınız məsləhətdir, ən gec. İmtahandan bir gün əvvəlsə buna xüsusilə diqqət yetirin. Bu da öz yerində və gələk onu deyirdim ki, əsas məsələyə hansı mövzulardan Azərbaycan ilə düşə bilər. Deməli, bu dəfə fikir verirsinizsə, budaq cümləni sasiyə ilə bağlanan versiyasını salmışdılar. Yenə budaq cümlə sualını gözləyirəm mən şəxsən. Sadəcə olaraq o budaq cümləni bu dəfə fərqli bağlama vasitəsinə verə bilər. Məsələn, ola bilər ki ilə bağlanan baş və budaq cümlə, yəni budaq cümləsi baş cümləyə ki ilə bağlanan sual salsın və yaxud da tabelik bağlayıcıların digərlərindən tutalım, güzəştlə, şərtlə bağlananlar olsun. Məsələn, hərçənd ki ilə və s. Bunlara diqqət yetirin. Yəni baş və budaq cümlənin taktikalarını təkrarlayın. Budaq cümlənin yeri mövzusunu, hansı bağlayıcılarla bağlananda harda olurdu, bunlara diqqətlə baxın. Uzun sözün qısası sizə qrammatikada nələr təkrarlamaq lazım olduğunu deyim. Xüsusilə sintaksis bölməsini dönə-dönə dəfələrlə təkrarlayırsınız. Söz birləşmələri, ismi feili birləşmələr, sadə cümlənin şəxsə görə növləri bu dəfə düşməmişdi, böyük ehtimal bu dəfə düşəcək və yaxud da bu mürəkkəb cümlə salacaq budaq baş cümlə. Orada soruşacaq ki, baş cümlə müəyyən şəxslidir, qeyri-müəyyən şəxslidir, yanlış fikir soruşacaq, bağlanma vasitələrini soruşa bilər, sintaksisə aid, yəni cümlə üzvlərinə aid sual mütləq yenə bunun içərisində əlaqəli olacaq, mübtəda xəbərini soruşa bilər.
Yəni bunları qəşəng təkrarlayın. Bir sözlə cümlə üzvləri, söz birləşmələri, sadə cümlənin şəxsə görə növləri, tabeli mürəkkəb cümlə mütləq, bağlama vasitələri və s. Elə tabesiz mürəkkəb cümləni də təkrarlayın. Daha sonra əsas sinf hissələrindən bu dəfə əvəzliyin duru şairlərini salmışdı məsələn. O budan sonra vergül qoyulma məsələsini. Bu dəfə də başqa bir əsas sinf hissəsini seçib ondan detallı şəkildə sual salmağı gözlənilir. Xüsusilə feili dönə-dönə, feilin qrammatik məna növlərini, feili, təsriflənən, təsriflənməyən formalarını, feilin şəkillərini və yaxud da təsriflənməyən məsdər, feil, sifət, feil bağlama. Bunları çox qəşəng təkrarlayın. Bunlardan sual düşəcəyi gözlənilir. Yəni ehtimallar məsələn yenə deyirəm. Sonra isimlərdə, nə bilim, qapalı saytın düşmə məsələsi, sonra sifətin dərəcələri və s. Yəni əsas hissələrindən birinin detallı sual gözlənilir, yəni salacaqlar yenə. Daha sonra mütləq və mütləq şəkildə bu dəfə çox salmamışdı. Demək olar ki, səhv eləmirəmsə toxunmamışdı köməkçi hissələr məsələsinə. Köməkçi hissələrini çox oxuyun, çox təkrarlayın. Qoşma olsun, bağlayıcı olsun, nə bilim, ədad, modal söz, nida, xüsusilə qoşma, ədad, bağlayıcı. Bunların amonimliyi, sinonimliyi məsələlərini xeyli bir təkrar eləyin. Çünki gözləyirəm o sual yenə düşə bilər. 90% ehtimallarıma görə düşə bilər. Köməkçi hissələrindən, çünki dediyim kimi birinci imtahanda çox da ön planda deyil idi köməkçi hissələri. Daha sonra fonetikadan məsələn mürəkkəb adlara da təkrarlayarsınız. Təkrarlayanda daha doğrusu ona fikir verərsiniz. Mürəkkəb adların yazılması məsələsi, ola bilər orfoqrafik cəhətdən onu salsın, düzgün yazılış məsələsini. Keçən dəfə sözün A saytının yazılmasını soruşmuşdu. Bu dəfə fonetika ilə bağlı ola bilər ki, deyiliş və yazılışda arasındakı fərqlərin sayı baxımından məntiqi ardıcıllığı soruşa bilər. Yəni fonetikanı da bir təkrarlayın. Nə zaman tələffüzə baxırıq, nə zaman yazılışa və s. kimi şeylər təkrarlayın. Dediyim kimi mürəkkəb adların yazılış məsələsini təkrarlayırsınız. Daha sonra elə əsas hələ ki dediklərim bunlardır. Sonra normaları da yenə də təkrarlayın. Normalardan da sual ola bilər. Yəni ehtimal azdır mı ola bilər. Yəni dediyim kimi əsas mənim gözlədiyim, yəni 9 martda gözlədiyim ən əsas suallar, qrammatika sualları köməkçi hissələridir. Yenə mürəkkəb cümlə, tabe mürəkkəb cümlənin fərqli versiyası. Tabesiz də ola bilər əlbəttə ki. Qrammatikadan deyəcəklərim bu qədər. Mətnlərdən deyim. Mətnlərdən bu dəfə üslubi xüsusiyyətlərinə aid sual yox idi. Bir dənə zənginləşdirmə söhbəti var idi. Bir cümləni üslubi cəhətdən zənginləşdirin. Bu dəfə məsələn ola bilər ki, çərçivə salsın və orada bədii mətndən publisistik mətn tutalım atıram. Onun oxşar və fərqli xüsusiyyətlərini soruşa bilər. Yadınızdadırsa DİM-in 20 sınağında. Və məsləhətim odur ki, DİM-in 20 sınağından bu 1-2 gündə bir neçə sınaq işləyin mütləq detallı şəkildə. Çünki o modeldə suallar olacaq. Onsuz da o modeldə düşür, bilirik ki. Və orada da üslubu xüsusiyyətlərə aid ortaq və fərqli xüsusiyyətlər məsələsi düşməmişdi bu dəfə. Ola bilər ki, bu dəfə salsınlar. Yəni yenə ehtimal eləyirəm. Sonra müddəa fakt məsələsi düşməmişdi. Ola bilər ki, bu imtahanda müddəa fakt məsələsi düşsün. Onu möhkəmləndirin. Əgər zəifliyiniz varsa. Sonra hansısa abzasın xülasəsini yazın ya da hansısa abzasa aid və yaxud da mətnin hansısa tərkib hissəsinə aid tezis yazın. Bunları sala bilərlər. Burada diqqətli olun. Çünki mən o sualı görməmişdim 2 martda. Yox idi. Daha sonra mətnin hansısa tərkib hissəsinə aid plan bəndi müəyyənləşdirin və yaxud da plan qurun və s. bu şəkildə də düşə bilər. Bunun düşmə ehtimalı azdır plan bəndinin, amma yenə də hər ehtimala. Yəni imtahan qabağı bu kimi şeylərə mətnlərdə fikir verin. İnşallah imtahanını çox qəşəng yazacaqsınız. Bundan əminəm. Siz də özünüzə inanın. Ən əsası da son olaraq deyəcəyim bir şey, həyəcanın sizə zərər gətirdiyinin fərqində olun. Çünki bir çox şagirdlərdə təlaşlanmışdı və həyəcandan nəyi necə eləyəcəyini bilməyib ortalığa yəni potensialını qoya bilməmişdi, belə deyim. Tutalım, əgər 30-30'luq yazacaqsa, o şagird 30-30 yaza bilməmişdi, 24-25 yazmışdı və s. Həyəcan ola bilər, bu normal bir şeydir, bunu qəbullanın, amma həyəcanı idarə etmək sizin əlinizdədir. Əgər iradəniz həyəcanınızdan güclü olsa, həyəcanı minimuma indirə bilərsiniz. Demirəm ləğv eləmək olar, əlbəttə ki, həyəcanlısınız, imtahandır, ola bilər. Bu normal bir şeydir. Amma onu minimuma indirmək, yəni həyəcanın səviyyəsini aşağı salmaq, onu idarə eləmək sizin əlinizdədir. Yəni çalışın ki, o həyəcanı idarə edin sadəcə. İnşallah həyəcanınızı da idarə eləsəz, vaxt bölgüsünü düzgün aparsaz, hər fənnə, kodlaşdırmaya ayrı-ayrı vaxt ayırsaz, həyəcanlananda da dərin bir nəfəs alıb, ola bilər ki, hər hansı bir sualda ilişdiniz, ona böyük bir ulduz işarəsi qoyursunuz, 3 dəqiqədən artıq vaxt sərf eləməyin, keçin növbəti suala.
ilişdiyiniz sualı axırda qayıdarsınız. O ilişdiyiniz sualı sizin motivasiyanızı salmasın. Bilin ki, orada o boyda suallar var sizin eləyə biləcəyiniz. İlişdiyiniz sual sadəcə 1 dənə, 2 dənə ola bilər. Ona da axırda bəlkə də qayıdıb tapacaqsınız doğru cavabı. Yəni bu da sizin motivasiyanızı salmasın qəti şəkildə. Bu da normal bir haldır və gördünüz ki, çox ilişmisiniz, arxası getmir. Yəni bir yerdə ilişmisiniz və davam edə bilmirsiniz. 1 saniyəlik qələmi qoyun və 5-6 saniyə dərin bir nəfəs alıb, sonra yenidən davam eləyin, yenə motivasiyalı şəkildə. Bilin ki, o suallar sizi gözləyir. Və son deyəcəyim məsləhət isə düşdüyünüz məktəbdə, yəni imtahan verəcəyiniz məktəbə gedəndə içəri girməmiş məktəbin çölündə bütün qorxularınızı, bütün qayğılarınızı, ailəm nə deyəcək, zəif yıxsam necə olacaq, düşməsəm, kəsilsəm necə olacaq, bütün qorxularınızı, bütün qayğılarınızı hər birini içəri girməmiş çölə atıb, zibil qutusuna atıb elə girin. Beyninizi təmizləyib, bütün qorxulardan, narahatlıqlardan, qayğılardan təmizləyib imtahan zalına o şəkildə daxil olun. Yəni çöldəkiləri düşünməyin. Heç nəyi düşünməyin. Müəllimim nə deyər, necə olar düşünməyin. Sonra mənə xatırlaya bilərsiniz bu sözlərini. Amma digər qorxu və qayğılarınızı düşünməyin və düşünmədən gedin imtahanı rahat bir şəkildə yazın. Bilin ki, sizin canınızdan heç nə dəyərli deyil və çox gözəl. İstəsəz hər şey kaş sizin potensialınızı, siz şagirdlərin potensialını kaş nələrə qadir olduğunuzu çəkib rəsm şəklində göstərə bilsəydim. Yəni siz istəsəz hər şeyi bacararsınız. Bunu unutmayın. Hər şey istəyinizdən asılıdır. Yenə deyirəm, həyəcanınızı idarə eləyin, vaxtınızı düzgün bölün və hər şey əla olacaq. İnşallah imtahandan sevinə-sevinə çıxıb yazacaqsınız ki, hər şey müəllimə möhtəşəm oldu. Həqiqətən də çox gözəl keçdi. Həqiqətən də mən bunu bacardım deyəcəksiniz inşallah. Hər birinizə uğurlar arzu edirəm. Allah zeyin açıqlığı versin. Şans sizdən yana olsun inşallah.